Alyona gündə bir yataqdan çıxır, İlham Əliyev gündə bir cinayət işi ilə Epsteynlə çıxır, dəhşətli vəziyyət yaranıbdır. Ölkədə çox təxribat terror işləri gedəcək. Nəyə görə gedəcək dost? Ona görə Epsteynlə İlham Əliyevin çıxması və Alyonanın əxlaqsızlığının örtbasır edilməsi üçün gündəmdən çıxarılması, gündəmi yeni zəbt eləyəcək daha dəhşətli cinayət işləri lazımdır. Deməli mən dünənlər mənlə səhər tezdən zəhləmi tökdülər. Qobil müəllim sənə yaxşı məlumat verim. Aya onu, bunu, aya nə deyirsən? Əlin ağıyım bağışçısından belə xəbər verim. Bilirəm, Ditikan adamıdır. Lejbi sən bu xəbərləri ver efirində. Sonra dedim, aya mən uşaq deyiləm, bütün mənə belə adamlar çox çıxırlar, Alyona söhbətini bağlamaq üçün. Dedim, Sədətə gəl. Aya dedim, Məmməd Qulusunu, mıs-mıs dedin, Məmməd Qulusunu de, bunun Mustafasını decinəm. Deyir, onu yayaq. Sonra deyir, nə deyirsən? Mən kişi söhbət elədim. Əlin Ağıyevin tulası, səndən kişi söhbət elədim, media çıxmayacaq. Kişi söhbət elədim ki, real Alyonadan bizim üçün daha ciddi materiallar var, onları verin bizə. Ölüm işləri var. Bayram Məmmədov, Vüqar Zabaçxanov, Vidadi İskəndərli, Mirzəlinin vurulması. Kişi kimi dedim, bunları verin, verin. Yayınlayaq o görüntülər. Dayanmadan xalq uca odaqlanacaq. Dedim, terror eləməyin ölkədə. Dönə-dönə dedim, terror eləməyin ölkədə. Dedilər, Əlin Ağıyevə çıxar. Dedim, məsələn, sizə yarım saata çıxar. Dedim, Əlin Ağıyev, mən bizdə heç kimsəsini yazdırmıram. Mən kişi deyiləm. Sadəcə dedim ki, gün ortaya kimi razılaşsanız, söhbəti bağlayırıq. Söhbət, başladı bəylərdən məlumat. Vilayət Eyvazovdan nə məlumat istəyirsən? Axırı mən onlarla kişi kimi söhbət elədim, terror eləməyin. Bilirəm, terror eləyəcəksiniz. Əlin Ağıyev göt verəm terrorist başıdır. Gördünüzmü dəyərlənmədilər? Mənə çıxdılar, gündəmi dəyiş dedilər. Dedim, mıs-mıs eləməyin, Mustafa deyin. Gündəmi dəyişməyin yolu budur. Müəllimi getdilər, bütün Azərbaycan paylaşır, ala bax. Birinci, lisey bunundur, bəylərin qardaşı ol. Bunlar ömür boyu kriminallara ad veriblər, kriminallar düzəldiblər. Rövşən Lənkəranskini öldürdülər, 100 rövşən yaratdılar, 1000 rövşən yaratdılar. Rövşən Lənkəranski sağ olsa onun adından kimsə istifadə edə bilərdimi? Və yaxud Qulini öldürdülər, 1000 dənə Quli yaratdılar. Məktəbdən yazışma göstərirəm sizə. Birbaşa müəllimlərin yazışmasıdır. Baxın. Oxuyun mu nə yazılıb? Yazılıb. Yaxşı ol qaqa, müəllimdir, bir də elə bir ki, məktəb qutaran uşaqdır, belə yazışmadır. Mən də yaxşıyam, yaxşı ol qaqa. Bugün Bakıda olan hadisə var, yəni üstü örtülü yazır. Bilirsən, niyə oldu? Şagird müəllimini vurmaq niyə oldu? Mənim öz fikrimcə və orada hamı danışır, eyni zamanda öz fikridir. Fikrimcə, hər şeyi o olaya kölgə salmaq üçün, etdilər. Yəni, Alyona söhbətinə kölgə salmaq üçün etdilər. Yazır, özünüz gözləyin, ehtiyatlı olun. Məktəbin adamları da. Deyələm, bütün hamı yazır ki, Alyona söhbətini bağlamağa görə gör. Kadrlara baxırsınız. O tüfəng uşağın sumkasına yerləşəndir. Xeyr, qəsdindən yığışıblar mühafizəçilər küncə, binanın küncünə. Baxmırlar uşaq tərəfə. Qəsdindən avtomat silahı sumkasına yerləşdirən uşaq gəlir, o idrak kollecinə girir, gedir müəllimi gülləliyir. İndi 8-ci sinif uşağı da danışır ki, mən tanıyırdım, mənim dostumdur, vurulan müəllim də mənim müəllimimdir. Avtomat silahıydı, AK. Bu saat birinci sinif uşağı, birinci sinif uşağı belə avtomatı ov tüfəngindən ayırt eləyə bilir. Amma devlətdə, hökumətdə nə deyirlər? Ov tüfəngiymiş. Dəyərlənmədəm, avtomat imiş. Ola bilər laf deyək ki, ov tüfəngidir. Birinci, ov tüfəngidirsə, o ov tüfənginin uzunluğu 1 metrdən uzun olur. O sumkaya nətər yerləşdirdi. Hətta çıxanda belə onun lüləsi 80 santıdan aşağı olmur. Nətər yerləşdirdi onu sumkaya. Avtomat idisə, bir ölkədə ki, balaca bir uşaq avtomat silahı tapa bilirsə, müəllimi vurmaq üçün avtomat silahı, bu ölkəni hara sürükləyirlər? İlham Əliyev Epsteyn adasından çıxıb və mənə orada çoxsu yazır ki, subut qoy, subut göstər. Britaniya mətbuatını göstərirəm, İlham Əliyevin adı çəkilir. Buyurun. Hani deyirdiniz çoxsu, göstər. Economic Times, tək Economic Times, buyurun. Harada İlham Əliyevin adı çəkilirmi deyənlər, buyurun, hələ şəkili də qoyulub bura. Baxın millət, baxın. Baxın ay millət, bu da sizə İlham Əliyev, bax. İlham Əliyev, bu da İlham Əliyevin yazısı. Baxın, gördünüz mü ay millət? Ay qardaş, bax, Britaniyanın ən böyük mediası. İlham Əliyevə soruşturma açıldı Epsteynə görə. Cinayət işi açıldı. Valla, inanmırsınız? İlham Əliyevə cinayət edildi, rəsmisi devlət saytlardır, bunlar elə saytlar deyil. İlham Əliyevə soruşturma başladıldı. Epsteynə görə. Buyurun baxın. Azərbaycan kəlməsi yüzlərcə kəs keçiyor. Allah. Çocuq istismarı və tartışmaları, qaçırılması. Azərbaycanın adı yüzlərlə keçir. Azərbaycan kəlməsi yüzlərcə tərs düşür ara. Yüzlərcə kəs keçiyor. Gördünüz mü? Dəyərlənmə, Epsteyn, soruşturma. Necə bir dənə cümlə göstərin, nə olsa təsbir et, onu da tərsinə düşür. Məsələn, belə göstərmədən nə başa düşürsünüz? Yazırdılar. Nə oldu? Meydan TV Daldala 2 dənə paylaşıb bu barədə. Subut deyil mi? Türkiyə mətbuatı, Britaniya mətbuatı paylaşdı. Subut deyil mi? Dünya dünənə qədər nədən danışdı? Britaniyanın şahzadənin balaca qardaşı Endre ilə İlham Əliyevin əlaqəsi. Endre ilə əlaqəsi olan İlham Əliyev, ən yaxın dostu olan İlham Əliyev, Endre'nin ən yaxın dostu İlhamın ki o. Endre də Epsteyn adasında ümumiyyətcə yaşayırdı. İlhamın əlaqəsi olmaya bilər mi?
Nəqliyyat Nazirindən bərabər Ziya Məmmədov, Anar Məmmədov, artıq Elmar Məmmədiyarov Xarici İşlər Naziri, Epstein də oldular. Epstein adasını qızla təmin edən, balaca uşaqlarla təmin edən Emin Ağalarov, Emin Ağalarovun vəzifəsi olan azyaşlı qızların bazlığa aparılması, oğlanların bazlığa aparılması. Emin Ağalarov İlhamın qızını boşasa da evin içindən çıxmır. Britaniya mətbuatı yaydı. Emin Ağalarov qız daşıyırmış. O müğənizadıyla populyar eləyiblər ki, Rusiyadan gənc qızları, fanatları çoxalsın, onlar göndərsin Epstein adalarına. Fantastik gizli qüvvələr necə Emin Ağalarov, Araz Ağalarovu böyütdü, gətirdi. Ta nə də o, Korokostu, nə onun rəhbərliyinə qədər. Kim idi o? Götünə bir şalvar ala bilmirdi. Nətər oldu 5-10 ildə birdən qalxdı gəldi. Oha! Krokos qurdu, Krokos. Necə ola bilər? Ola qız daşıyan Emin Ağalarov hətta sənin qızını boşadı belə evin içindən çıxmır. Necə onunla yapışıbsan? Ay, birbaşa Jeffrey Epstein'lə əlaqəli olan adam olubdu Araz Ağalarov. Trump'dan elə belə şəkil çəkdirmir da ki, Emin Ağalarov, Araz Ağalarov elə belə şəkil çəkdirmir də, hamısı bazlıq bölgəsində, uşaq əti yeyə, uşaq qanı içə, bunlar birləşiklər oldu. Ay Anar, Məmmədov, ayı ürəyi yiyən. Görürsünüz qeyri-adi şeylər yeməyə maraq kəsb edir. Deyir, Stalovada oturur, deyir, o ayının ürəyini yemək istəyirəm. Ha, deyir, o ayı Kemaləddin yeri oldu, orada Heydər olur. Deyir, o ayı belə, bahalıdır, milyon yarım, ala. Bana diri orada kəsir ayının ürəyini yiyir. Biz də deyirik ki, İlham Əliyev kimi doğuşan, necə bu qədər insanları öldürübdür? İlham Əliyev aparıb orada adam əti yedizdiriblər. İlham kimlərinə, quşlara, Clintonlara, hamısına adam əti yedizdiriblər. Bilmirəm, indi Netanyahu bunun arasında. Hamısı adam əti yiyib, millətin, dünyanın canını, hamının qanını içirmişlər. Qızı Leyla Əliyeva, ala, bu da qızı Mehriban Əliyeva, İlham Əliyev və qızı Leyla Əliyeva. Epstein də adı çəkilir. Ala bax, önəmli adam paylaşıbdı, bilmirəm kimdir. Önəmli adamdır bu. Paylaşıb İlham Əliyevin qızı, arvadı, nə bilim nə. Uşaqları pişirib yeyirlər. Biz də deyirik bu diktatora niyə vəhşiləşib düşüb bu xalqları qırır, öldürür. Sən demə pişirib yeyib orada uşaq ətindən qızıl fincanlarda uşaq qanı içib. Qardaş, mən də deyirəm bu diktatorlar niyə qoşalmır, niyə ölmür bunlara, keçidə cavanlaşır bunlara. Sən demə uşaq qanı içib, uşağın qorxanda o dərman yaranır, qanından dərman hazırlayırlar. O dərmanı bədənlərinə vurdururlar, şirə dönüb gəlib xalqı qayırırlar. O İlham Əliyevin 86 dənə uşağı var. Adam şeyini qatızdırıb belə İlham Əliyev. Düşüb xalqın canına. Manana görə oradan gətir.